Gün sona çatır. Günün ən qaynar başlıqları, bölgənin və ölkənin gündəmi, ən son yeniliklər, mütəxəssislərin şərhləri ilə hadisələrə bizimlə yaxın olun. Nicat Quliyevin təqdimatında. Dünya Azərbaycanlılarının daha da həmrəy olması üçün öz xidmətlərimizi göstərək. Hələ müstəqilliyimizin ilk aylarında 1991-ci ilin dekabr ayında 31 dekabrı Dünya Azərbaycanlılarının həmrəylik günü haqqında biz qərar qəbul etdik və o vaxtdan biz bu günü böyük bayram kimi qeyd edirik və o vaxtdan da bizim dünyada yaşayan Azərbaycanlıları ilə əlaqələrimiz tədricən inkişaf etməyə başladı. Azərbaycan xalqı əsrlər boyu bir çox sınaqlardan keçib və bu sınaqlardan xüsusilə alnı-açıq üzəyə çıxıbdır. Və elə bizim milli birliyimiz, bərabərliyimiz, yaxınlığımız məhz həmin sınaqlarda özünü göstəribdir. Və bu sınaqlardan elə biri də 1989-cu ildə baş verdi və Azərbaycan xalqı yenidən birliyini, bərabərliyini, əl uzatma vərdişlərindən birini ortaya qoydu. Və hansı ki, həmin tarixdən biz dünya Azərbaycanlılarının həmrəylik gününü qeyd edirik. Məhz həmin həmrəyliyin nəticələrini ötən günlərdə, ötən illərdə, ötən tarixlərdə hər zaman xatırlamışıq. Hansı ki, biz 30 il işğalda qalan torpaqlarımızı işğaldan azad etdik. Bu baş verdi milli birliyimizin nəticəsində, xalq, ordu, lider birliyinin nəticəsində. Və bir çox bu kimi sınaqlardan hər zaman anlaşıq üzəyə çıxıb Azərbaycan xalqı. Və elə ötən ilə, yəni hal-hazırda son gününü qeyd etdiyimiz 2025-ci ilə nəzər saldıqda bir çox detalları bugün studiyamızda danışacağıq. Mövzu ilə bağlı qonaqlarım Ali Məclisin deputatı Azad Novruzov və əməkdar jurnalist Hüseyn Əskərovdur. Hüseyn mənim xoş gördük, Azad mənim xoş gördük. Xoş gördük. İlkin olaraq biz Azad mənim 1989-cu ilə qayıdaq, hansı ki, həmin tarixdə 31 dekabrda İranla Azərbaycan arasındakı sərhəd dirəkləri söküldü və həmin dirəkləri sökən xalqın azadlıq səsinə qoşulanlar idi. Hansı ki, xalqın milli birliyə səsləyənlər idi. Məhz siz də o hərəkatda iştirak edəmsiniz, Hüseyn müəllim, bu detallara qayıdacağıq və ilkin olaraq həmin tarixdən başlayaq. Bu milli birliyimizin bir ifadəsi idi. Necə formalaşdı ondan sonraki proseslər? İzzət müəllim, siz tarixə toxundunuz. İcazə verin mən bir tarixə bir nəzər salım. Çünki bizim millətin, xalqın qanında milli birlik, milli ideologiya, həmrəylik həmişə olub. Lap bizim qədim əl yazmamız olan deməli dastanımız Kitab-ı Dədə Qorqudda xalqın milli birliyə çağırılması, tayfaların birləşdirilməsi, xalqın dar günündə, xoş günündə bir yerdə olması çağırışları mövcuddur. Və sonraki dövrlərdə dövlətçilik ideologiyasında Atabəylər, Ağqoyunlar, Qaraqoyunlar, Səfəvilər dövləti dövründə də xalqın milli birliyi, bu ideologiya xalqın canında olub. Və keçən əsrin əvvəllərində Azərbaycanda milli bir dövlətin yaradılması, ondan sonra Azərbaycanın milli maarifçilik hərəkatı, bax bu səpkidə çox böyük iş aparılıb. Məsələn, Sovet dövründə təbii ki, bu milli sözü işlətmək biraz çətin idi, çünki onun qaydaları bir başqa idi. Ancaq buna baxmayaraq, xalqın qəlbində bu his yaşayıb. Xüsusilə milli liderimiz Heydər Əliyevin hakimiyyəti olduğu dövrdə xalqın belə deyək, həm açıq, həm qapalı şəkildə xalqın milli birliyin təmin olunması istiqamətində çox mühüm işlər aparılmışdı. Məsələn, tutaq ki, milli birliyin əsas simvollarından biri Azərbaycan dilinin konstitusiyaya yerləşdirilməsi və nəhayət siz qeyd elədiniz ki, 1989-cu il, yəni 1989-cu il sıradan bir hadisə deyildi. Bu xalqın tarixi yaddaşının oyanışı idi. Bu xalqın milli şuurunun inkişafının nəticəsi idi. Ki, yəni xalq burada öz birliyini nümayiş elətdirdi, öz ağrısını, acısını dünya çatdırmaq istədi və bunun nəticəsində qeyd elədiyiniz kimi Naxçıvan ərazisində sərhəd boyu İranla həmin o tikanlı məftillər söküldü. Və təbii ki, bu həmin o ideologiya istər ümumi liderimizin vaxtında, istərsə də bugün cənab prezidentimin vaxtında çox müasir dövrə uyğun şəkildə inkişaf etdirilir.
etdirilib və etdirilməkdədir. Aydındır. Siz Hüseyn müəllim həmin proseslərin birbaşa iştirakçısı idiniz və Naxçıvan televiziyasının efirindən elə baş verən prosesləri də ictimaiyyətə çatdırırdınız. İstərdim elə həmin xatirələri bir yada salaq. Nələr baş verirdi o dönəm üçün? 1989-cu ilin 31 dekabrı bütövlükdə dünya Azərbaycanlılarının yaddaşında əbədi yaşayan bir gündür. Məhz həmin gün Naxçıvanda başlayan sərhəd hərəkatı məntiqi bir yekunla nəticələndi. Və həmin vaxtı Milli Azadlıq Hərəkatının öncülləri dekabrın 31-də sərhədlərin sökülməsi haqqında qərar qəbul etməmişdən əvvəl bir neçə baş məşq eləməyə planlaşdırdılar. Birinci məşq, belə deyim ki, 1989-cu il dekabrın 4-də Araz yaxınlığında, Şaxtaxta yaxınlığında yüksəkliklərdə tonqallar qalandı. Necə ki, indi Azad müəllim dedi, Dədə Qorqudda da bu var idi ki, xalq dara düşəndə, çətinə düşəndə, dağ başında tonqalların yandırılması xalqı milli birliyə səsləyən işarələrdən biri idi. Həmin tonqallar bir neçə yerdə yandırıldı ki, o taylı soydaşlarımızın diqqətini cəlb edirlər. Bir siqnal vermiş oldu. Və onlar o siqnalı tutdular. Burada bir məsələ var. Nə əcəb, Qırmızı İmperiyanın ordusu, sərhədçiləri bizə yaxın gəlmirdi. Səbəb bir idi. Biz ora gedəndə artıq hər şeyi gözümüzün qabağına almışdı. Öldü var, döndü, yoxdur ideyası ilə getdi. Onlar bizim həmrəyliyimizi orada görmüşdü. Görmüşdü ki, bu gücün qarşısına çıxmaq mümkün deyil. Sadəcə müşahidə edirlər. Sərhəd hərəkatı nağıl deyildi. Heç röya da deyildi. Gerçək bir əfsanə idi. Qəfəsə salınmış Bozqurd timsalında doğulduqları, böyüdükləri dəmir qəfəsə alışa bilməyən, boğulan, azadlıq eşqi ilə ya sərhədləri parçalayıb dağıtmaq, ya da məhv olmaq istəyən kişilərin əfsanəsi. Əllərindəki məftilkəsən qayçılarla, kəlbətinlərlə irəliləyən, ya hamımız öləcəyik, ya da vətənimizi bölən, qardaşı qardaşdan ayıran, lənətə gəlmiş istehkam qurğularını dağıdacaq, deyib inadından dönməyən, dar ağacını salam verən kişilərin əfsanəsi. Və nəhayət həmin gün Araz qırağına deyim ki, 10 minlərlə adam yığışmışdı. Təkcə Araz Şaxtaxtadan söhbət eləmirəm. Ayrı-ayrı zonalarda, Ordubadda, Culfada hər qrupa adamlar rəhbərlik eləyirdi, mütəşəkkil olsun. Şaxtaxtada olanı mən gözüm qarşında olduğu üçün, iştirakçısı olduğum üçün bunlara daha yaxşı bələdəm. Xeyir dua verildi. Ağsaqqal tərəfindən xeyir dua veriləndən sonra hərəkat başlandı və Həsən Ağasoyun bir şeiri fonunda adamlar sərhəddə doğru yürüdülər. Yarım saatın içində həm texnikanın gücü ilə, həm də adamların o alovlu ürəklərin sahiblərinin o cəsarəti nəticəsində o dəmir məftillər parça-parça oldu, tarixin zibilliyinə göndərildi. Xalq öz qəzəbini soyudurdu sanki. O taydan da bu taya həmin o sərhəd açılandan sonra özünü Araza atıb gəlmək istəyənlər var idi ki, onlardan biri çox təəssüf ki, Arazın sularına qərq oldu. Həmin hadisə xalqımızın həmrəyliyinin lazım gələndə nə qədər dəmir yumruq halında birləşdiyinin bir daha ifadəsinə çevrilir. Və bu iradə sonraki dönəmlər üçün də keçərli idi, hansı ki, dövlətçilik proseslərimiz bizim Azərbaycançılıq ideologiyası ətrafında birləşdi və elə Naxçıvandan başlanan böyük bir yolun təməlləri oldu, dövlətçiliyin qurulması təməlləri oldu. Hansı ki, ümumi liderimiz Naxçıvandan qərarlar qəbul etdi ki, Ali Məclisdə məhz Sovet Sosialist sözləri götürülür Naxçıvanın adından. Sonraki dönəmlərdə bir çox siyasi önəmli qərarlar qəbul olundu. Bayrağın dəyişdirilməsi, dövlət bayrağının dəyişdirilməsi və bu baş verirdi hansı fonda? SSR-nin mövcud olduğu fonda. Bəli. Hansı ki, bir muxtar respublika bu qədər cəsarətli qərarlar qəbul edirdi və müstəqilliyi bu qədər arzu edirdi bir vətəndaş cəmiyyəti olaraq. Həmin prosesləri istərdim qeyd eləyəsiniz, Azad müəllim. Nə baş verirdi o zaman Naxçıvanda?
Nicat müəllim bir məsələyə toxunaq, Hüseyn müəllim geniş şərh elədi həmin dövrü və biz bugündən həmin dövrə baxanda həqiqətən də çox, bəlkə mən sizə deyərdim ki, bu milli xalq hərəkatı olsa da çox belə deyək də, çox ciddi bir addım idi və iki imperiyanın arasında qalmaq və əliyalın silah ordusu yox, qoşunu yox və o milli oyanış var, tarixi yaddaş bərpa olunur, ancaq o addımların özünün atılması çox təhlükəlidir. Siz qeyd elədiyiniz kimi, həmin dövrdə biz hələlik bir SSR deyilən imperiyanın tərkibində idik və İran bir ayrı dövlətdir və xalq bu hərəkatı yerinə yetirir, heç bir imperiyada səsini çıxartmır. Və biz bu gün baxanda burada biraz da həmin o böyük imperiyaların, böyük güclərin, böyük qüvvətlərin başqa bir siyasi bir qurğunun arxasında onlar izlədiyini biz şahid oluruq. Amma az keçəndən sonra biz bu nəticələrini gördük. Hansı ki 20 yanvar faciəsində, Xocalı faciəsində. Biz o sərhədləri, o simləri sövməklə biz heç də İran ərazisini keçə bilməyəcəkdik. Bunu xalq hələ o qədər dərk eləmirdi və bunu nə Sovet dövləti imkan verməyəcəkdi, nə İran dövləti imkan verməyəcəkdi. Ancaq bu xalqın yaddaşı oyanırdı, milli birlik var idi. Hüseyn müəllim qeyd elədiyi kimi, demək ki, keçən əsrin əvvəllərindən 19-cu əsrdən böyük imperiyaların səyi nəticəsində Azərbaycan iki yerə bölünmüşdü və burada xalq belə idi ki, burada xalq öz fikrini ifadə edirdi. Yəni sabaha düşünmədən bəlkə də. Çünki o həmin dövrdə bugünkü reallıqlardan biz baxanda həmin dövrdə xalqı elə burada məhv eləyərdilər. Ancaq görsənir ki, həmin imperiyaların özlərinin də bir marağı vardı. Yəni həmin o xalq hərəkatından istifadə edərək xalqa qarşı o qeyd elədiyiniz kimi çox ciddi Azərbaycan dövlətinə qarşı nəsə bir məkirli bir siyasət hazırlanmışmış həmin dövrdə. Belə görsənir və biz burada Naxçıvanda və Azərbaycanda nə qədər demək milli birlikdən danışsaq da, siz bilirsiniz ki, dünyada 50 milyona qədər Azərbaycanlı var. Türkiyədə, Rusiyada, Avropada, İranda yayılıb və bu bizim səsimizə bunlar nə qədər səs verə bilirdilər və verirdilər. Bu məsələ vardı. Və belə bir çətin bir vəziyyətdə ümumi milli liderimizin Naxçıvan Muxtar Respublikasında olması, bəlkə də o məhkirli siyasətin həyata keçirilməsinin qarşısını aldı. Və ümumi milli liderimizin o uzaq görən siyasətin nəticəsində artıq bu hərəkat tamam başqa bir siyasi istiqamətə yönəldildi. Və bu müasir, həmin dövr və bugünkü müasir dövr ki, biz onun nəticələrini görürük, tamam bir istiqamətə yönəldildi. Və burada məqsəd ona yönəldildi ki, heç də məqsəd bu sərhəd dirəklərinin açılmasından getmir. Heç də burada Azərbaycanla İranın yaşayan Azərbaycanlıların birləşməsindən getmir. Təbii ki, mənəvi bağlılığımız var, mədəni bağlarımız var, əxlaqi dəyərlərimiz var. Ancaq Ulu Öndər ora yönəltdi ki, demək burada həmin günü biz ümumi demək Azərbaycanlılar üçün elə bir simvolla, elə bir cümlə əvəz edək ki, və bunun özü həm dövlətçilikdə təmsil olunsun, həm də Azərbaycancılıq kimliyinin tanınmasını bu ideologiya əsas götürürsün. Və bu mənada sonraki addımlarda siz bilirsiniz ki, deməli 1991-ci ildə 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi elan olundu. Bu simvolik olaraq demək bir gün deyil, məhz bu günün ətrafında, bu bəlkə də bizim bayramlar içərisində ən əhəmiyyətli bizim bayramımızdır. Çünki bunun həm mənəvi əsasları var, həm siyasi əsasları var, həm dövlətçilik əsasları var. Bax, bu mənada sonraki illərdə təbii ki, bu dövlət siyasətinə çevrilmiş oldu. Həm ümumi liderimiz Bakıya getdikdən sonra, siz bilirsiniz ki, orada demək dövlət siyasətinin əsas istiqamətlərindən biri milli həmrəyliyin təmin olunması. Azərbaycancılıq ideologiyasının təbliğ olunmasıdır. Dünya Azərbaycanlılarının öz bir Azərbaycan vətən naminə birləşdirilməsindən söhbət gedirdi. Yəni burada söhbət ondan getmirdi ki, tutaq ki, biz kimisə torpağında gözümüz var, hardasa bir başqa dövlət yaratmaq istəyirik, ərazilərimizi böyütmək istəyirik. Məqsəd ondan ibarətdir ki, o qeyd elədiyimiz kimi xalqın canında, qanında olan milli birlik, milli ideologiya məhz bizim bugün yaşadığımız Azərbaycan üzərində yönəldilə bilsin. Məsələn, 89-cu ildə Hüseyn müəllim jurnalist kimi qeyd elədi, bizim səsimizi dünyaya nə qədər yayan vardı. Hansı ki, yenə qeyd elədim ki, 40 milyona qədər Azərbaycanlı vardı dünyada. Ancaq kiçik bir erməni lobbisi bütün dünyanın almışdı ağzına və hər cür dezinformasiyalar yayırdılar. Ancaq Azərbaycanlıların, mən belə deyək də, çox az miqdarda səsini biz eşidə bilirdik. Çünki təbii ki, onlar bizim mədəniyyətimizi, əxlaqi dəyərlərimizi yaşatsalar da, bizdə o ideologiya yoxdur ki, bir vahid dövlət ətrafında birləşək. Məhz sonraki proseslərdə dövlətin prioritet istiqamətinə çevrildi.
milli birlik və bu milli birliyin Azərbaycançılıq, Azərbaycan dövləti ətrafında birləşdirilməsi, milli kimliyin tanınılması və inanın ki, bəlkə də belə deyərəm ki, bu sonrakı dövrlərdə və bu günə qədər Azərbaycan xalqının bu gün, Azərbaycan dövlətinin əldə etdiyi uğurların başında məsələ həmin birlik, xalq birliyi, xalqın çətin zamanlarda bir-birinin arxasında durması, bir-birinin yanında olması, bir-birinin sözünü deməsi, bax, məhz həmin o günün, o ideologiyanın nəticəsidir ki, bax, bu gün də biz onun bəhrəsini görürük. Bu gün Azərbaycan güclü bir dövlətdirsə, Azərbaycan bu gün Cənubi Qafqazda söz sahibidirsə, Azərbaycan suverenliyini tam bərpa edibsə, Azərbaycan lideri ilə, Azərbaycan xalqı ilə, Azərbaycan dövləti ilə razılaşırlarsa, məhz bunun ən başlıca səbəblərindən biri o milli birliyin olmasıdır. Milli birliyin dövlət siyasəti səviyyəsinə yüksəldilməsidir. Və hətta cənab prezident 2-ci Qarabağ müharibəsindən sonra bildirdi ki, məsələ bu gənclik mənim dönəmimdə, yəni prezidentlik dönəmində formalaşıbdır və nə yaxşı bu milli birlik ideologiya ətrafında biz birləşmişik ki, bu gün suveren ərazilərimizin sahibiyik. Yəni, xalq ümumilikdə buna hazır deyildi, gənclərimiz buna hazır deyildi. Milli birlik nə zaman olur? Milli birlik o zaman olur ki, bu demək biz bir vahid dövlətin iqtisadiyyatının artırılması üçün addımlar atırıq. Ordumuz formalaşır. Məsələn, həmin dövrdə bu sir deyil ki, Sovet dönəmində Azərbaycanlıları ciddi hərbi istirahları aparmırdılar. Ancaq tikinti atriadlarını aparırdılar. Yəni, biz nə qədər milli birlikdən danışsaq da, biz onun arxasında durmağa bir gücümüz, qüvvətimiz yox idi. Məhz bu sonraki dövrlərdə bu həmrəylik necə təmin olundu? Bizim ordumuz möhkəmləndi, iqtisadiyyatımız möhkəmləndi. Vahid amal uğrunda xalqı birləşdirmək iqtidarında olduq. Dünya Azərbaycanlılarını Azərbaycanın vahid ideyası uğrunda, ərazisi uğrunda, torpağı uğrunda birləşdirmək iqtidarında olduq. Dəfələrlə deməli, Dünya Azərbaycanlılarının qurultayının Bakı şəhərində keçirilməsi, orada dünyaya yayılmış Azərbaycanlıların gətirilməsi, ümumi məqsədimizin izah olunması, onların bu işə cəlb olunması, bütün bunların hamısı bugünkü Azərbaycan nailiyyətlərinin əsasında duran amillərdən biridir. Təbii ki. Və 2-ci Qarabağ müharibəsində Hüseyn müəllim, önəmli ikinci bir cəbhə var idi, hansı ki bu informasiya cəbhəsi idi və burada artıq qələm mübarizəsi gedirdi. Hansı ki biz 90-cı illərdə torpaqlarımız işğal olunanda və Azərbaycanlılara qarşı qətliamlar olunanda bunu dünya ictimaiyyətinə çatdıra bilmirdik bir çox hallarda. Amma 2-ci Qarabağ savaşında cənab prezident birbaşa özü məhz həmin informasiya cəbhəsinə də rəhbərlik eləyirdi və informasiyanı ilkin mənbədən bütün dünyaya çatdırırdı. İstərdim elə həmin proseslərdən danışaq. Mən bu məsələlərdən bir qədər sonra danışaram, amma Azad müəllimin dedikləri mənim də xatirimə bəzi şeylər saldı. 31 dekabr sərhəd hərəkatı, bu günləri həmin o sərhəd hərəkatından çəkilmiş lentləri müxtəlif televiziyalarda izləyirik, müxtəlif loqolar altında izləyirik. Həmin kadrlar belə deyə bilərəm ki, Şaxtaxtı kəndində, onun ərazisində çəkilmiş, Naxçıvan televiziyası tərəfindən çəkilmiş kadrlardır ki, müxtəlif loqolar vurulmasına baxmayaraq, Naxçıvan televiziyasının ən böyük xidməti tarixə, vizual tariximizə göstərdiyi xidmətlərdən biridir ki, sərhəd hərəkatı məhz bizim istəyimizlə, bizim vasitəmizlə lentə aldı. Ondan sonra dünya Azərbaycanlılarının həmrəylik günü ortaya çıxdı ki, 1990-cı ildə ilk dəfə Ankarada Dünya Azərbaycan dərnəklərinin birinci qurultayında bu məsələyə diqqət yetirildi, amma həmin il deməli dekabrın 16-sında artıq Ulu Öndər dediyiz kimi Naxçıvana qayıtmışdı və İlk siyasi qiymətin verilməsi də məhz o zaman baş verdi. Hələ 2001-ci ildə Bakıda keçirilən Dünya Azərbaycanlılarının birinci qurultayında bu məsələ bir qədər də qabardıldı və diaspor təşkilatının yaradılması, Dünya Azərbaycanlılarının diaspor təşkilatının yaranması, Dünya Azərbaycanlıları arasında vahid birliyin yaradılması, təşkilatlanması baxımından olduqca mühüm əhəmiyyət daşıyırdı. Həmin qurultayda Ulu Öndərin dedikləri hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki,
mən Azərbaycanlıyam. Bu qürur verici sözlər hər bir Azərbaycanlının devizinə çevrildi. Dediyim kimi, o hadisələr, sərhəd hərəkatı Azərbaycanlıların həmrəyliyinin bariz ifadəsi idi. Tarix göstərdi ki, biz yumruq halında olanda, bir olanda qarşımızda heç bir güc tab gətirə bilməz. Və bu 44 günlük müharibədə, antiterror əməliyyatlarında da özünü göstərdi. Həmin dövrə kimi bilirsiniz, 30 il ərzində informasiya müharibələrində belə deyək ki, biz həmişə Ermənistandan belə bərabər səviyyədə ola bilməmişdik. Lobiçilik fəaliyyətləri və digər məsələlər bizi geriyə salırdı. Onlar sanki bu işə mütəşəkkil səviyyədə hazırlaşmışdı və Azərbaycanı bir növ demokratiyaya hazır olmayan xalq kimi dünyaya tanıtmağa çalışırdılar. Və hətta o yerə kimi ki, Qarabağın güya elə sırf erməni torpaqları olduğunu inandırmağa çalışırdılar. Çünki bu mətbuatın gücü də, ataların da bir sözü var ki, qəzet adamı ya rəzil eylər, ya vəzir eylər. Onlar bu informasiya müharibəsində mütəşəkkil erməni lobbisi hesabına, hazırlıqları hesabına informasiya müharibəsində bizə qalib gəlmişdilər. Amma 44 günlük müharibə onu göstərdi ki, bu informasiya müharibəsində xalq, ordu, rəhbər həmrəyliyi bir olanda onun qarşısında tab gətirmək olmaz. Həmin vaxtı ölkə başçısının müxtəlif informasiya kanallarına verdiyi müsahibələr hər şeydən əvvəl döyüşü siyasi müstəvidə qələbəni həll etməyə yönəldi. Verdiyi müsahibələrin hər biri onda Qarabağda baş verən hadisələrin baş vermə səbəbləri hansı səbəbdən qaynaqlanırdı. Bunlar da izah olunurdu və dünya ictimaiyyətinə çatdırılırdı. Qələbənin mən deyə bilərəm ki, 60-70% məhz siyasi müstəvidə prezidentin o müsahibələri sanki onu təmin edəndən sonra ordu həmin qələbələri təmin edirdi və deyim ki, qələbələrin böyük bir səbəbi də ondan qaynaqlanırdı. Əlbəttə, o informasiya müharibələrində Ermənistan tərəfindən də müxtəlif dezinformasiyalar, məsələn, Le Monde qəzetinin müxbirlərinin öldürülməsi haqqında şayələrə vaxtında verilən cavablar, Almaniya jurnalistinin verdiyi suala ölkə başçısının cavabı, mükəmməl, sərrast cavabı onun susturulmasına səbəb oldu. Belə bir sual verirdi ki, Qarabağ sizin üçün nə qədər əhəmiyyətli olub ki, bu dərəcədə onun uğrunda döyüşürsünüz. Onu belə susturdu. Elzas və Lotaringiya sizin üçün nə qədər əzizdirsə, bizim üçün də Qarabağ o qədər əzizdir. Bu, ölkə başçısının həm də siyasi, tarixi biliyinin nə qədər mükəmməl olduğunun bir daha ortaya qoydu. Bilirsiniz, Elzas Lotaringiya müharibəsi 1000 il davam edən bir müharibə idi. Bu, Roma imperiyasının Almaniya, Fransa arasında, Prusiya arasında 1000 il boyu ərazi məsələləri var idi ki, onun uğrunda qan tökülürdü, adamlar həlak olurdu və nəhayət bu Almaniyanın tərkibində qalması elə cavab da onun həmin jurnalistin susturulmasına. Bəzi jurnalistlər yadınızdadırsa, sanki özlərini prokuror kimi aparırdı. Sanki elə suallar verirdi ki, ittiham eləyirdilər. Onların hər birinin yerindəcə susturulması dünya ictimai rəyini dəyişdirdi. Təbii ki. Azərbaycanın xeyrinə dəyişdi və Azərbaycan həmin 44 günlük, bu il 5 illiyini qeyd etdiyimiz həmin 44 günlük müharibədə zəfər çaldı. Təbii ki, zəfərimizi şərtləndirən əsas səbəblər milli birliyimiz, bərabərliyimiz, xalq, ordu, lider birliyi idi və təbii ki, istənilən cəbhədə bizim qalib gəlməyimizə səbəb olan istiqamətlər idi. Və xüsusilə qeyd etmək lazımdır ki, bizim üçün 2025-ci ildə önəmli oldu və bu da yenə bizim dünya Azərbaycanlılarının birliyinin, həmrəyliyinin nəticəsi idi. Hansı ki, cənab prezident Azərbaycanlıların ümumi konturlarını müəyyən edəndə hansı istiqamətlərdə biz 2025-ci ildə davam eləyəcəyik deyiləndə
bir çox suallar yaranmışdı, bir çox istiqamətlər mövcud idi. Hansı ki biz 2025-ci ili ən uğurlu bir nəticə ilə başa vurduq. Sülhün paraflanmasına nail olduq. Azərbaycanın orta güc ölkələri siyahısına daxil olmasına nail olduq. Biz Türk Dövlətləri Təşkilatında önəmli mövqeləri həyata keçirə bildik. Bir artıq siyasi təşkilat formasına keçirə bildik biz onu və bu kimi önəmli tədbirlər baş verdi. İstərdim elə həmin tədbirlərin, cənab prezidentin iştirak etdiyi tədbirlərin detallarına diqqət eləyək. 2025-ci il önəmli siyasi proseslər də yadda qaldı. Bəli, Nizət müəllim, demək 2025-ci il biz Azərbaycan Respublikası prezidentinin fəaliyyətini, ümumiyyətlə Azərbaycan dövlətinin fəaliyyətini təhlil edəndə nə görürük? Demək, birinci xarici siyasətdə çox şaxəlilik yenə də qorundu və demək burada balanslı siyasət yenə də qorundu xarici siyasətimizdə və üçüncü də milli maraqlar hər şeydən üstün tutuldu. Birinci deməli xarici siyasətimizdə biz bunu görürük və bu istiqamətdə təbii ki birinci növbədə Trimp və digər logistik marşrutların açılması və inkişafı istiqamətində bir sıra çox ciddi addımlar atıldı ki, məhz bu Azərbaycanın bir tranzit ölkəsinə və bir magistral mərkəzə çevrilməsi üçün əsaslardır. Deməli, ikinci Azərbaycan Çinlə, Birləşmiş Ərəb Əmirlikləri ilə və digər dövlətlərlə bir sıra ciddi müqavilələr imzalandı ki, bu müqavilələr nəticəsində Azərbaycana güclü investisiya, təhlükəsizlik və yaşıl enerji və digər istiqamətlər üçün demək Azərbaycan üçün çox əhəmiyyətli və önəmli addımlardır. Üçüncü bir məsələ qeyd etdiyiniz kimi Türk Dövlətlər Birliyinin demək zirvə toplantıları, zirvə görüşləri, cənab prezidentin həmin görüşlərdə iştirakı və Azərbaycan dövlətinin Türk Dövlətlər Birliyində belə deyək də bir lider bir səviyyə qalxması, Türk Dövlətlər Birliyinin möhkəmlənməsi istiqamətində apardığı çox uğurlu və nəticə yönümlü siyasət. Biz bunu gördük. Bundan başqa cənab prezidentin dünya miqyaslı tədbirlərdə iştirakını və çıxışını və oradakı çıxışlarda Azərbaycanın təşəbbüskar bir ölkə çevrildiyini, Azərbaycanın ehtimad ediləsi biləcək bir ölkəyə çevrildiyinin biz şahidi olduq. Demək, 2025-ci il daxili deməli siyasəti biz müzakirə eləsək, ilk növbədə Azərbaycanın bugün qarşısında duran ən mühüm prioritet Qarabağ ərazisinin bərpasıdır. Və bu çox ağır bir prosesdir. Təbii ki, burada təkcə nəzərdə tutulmur ki, buradan insanlar götürüb orada müəyyən bir ev düzəldib aparsınlar. Burada çox böyük bir strukturun formalaşdırılması nəzərdə tutulur və bu 2025-ci ildə bu uğurla həyata keçirildi. Bilirsiniz ki, burada demək ki, ilk növbədə minalardan təmizlənmə prosesi, ekologiyanın, dağılmış ekologiyanın bərpa olunması, deməli orada insanların daimi əbədi yaşaması üçün iqtisadi infrastrukturun qurulması, mənzillərlə təmin edilməsi, deməli və digər məsələlərlə yanaşı, həm də həmin zonanın Azərbaycanın gələcəyi üçün, iqtisadi baxımdan güclənməsi üçün əhəmiyyətli bir zonaya çevrilməsi üçün çox ciddi biz addımların şahidi olduq və elə bu günlərdə biz müşahidə elədik. Cənab prezident demək bir neçə obyektin açılışında iştirak elədi və həmin obyektlərdən bəziləri tutaq ki, yaşayış obyekti idisə, digərləri də təbii ki, iqtisadi struktura, enerjiyə və s. üçün deməli çox əhəmiyyətlidir. Orada demək ki, keçən il biz yeni aeroportun açılışının şahidi olduq ki, yəni burada nəzərdə tutulur ki, bu əraziyə insanlar təkcə məskunlaşmaq üçün orada iş aparılmır. Bu həm də Azərbaycanın gələcək möhkəmlənməsi, iqtisadiyyatının artırılması, ora investisiyalar üçün çox cəlb edicidir. İnvestisiyaların cəlb edilməsi üçün çox böyük, mühüm addımlar atıldı ki, yəni 2025-ci il ümumiyyətlə təhlil edəndə Azərbaycan tarixində çox uğurlu illərdən biri kimi bir neçə ildən sonra qiymətləndiriləcək. Və xüsusilə qeyd elədiniz, demək artıq Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısı rolunu oynayır. Və ən demək önəmli görüşlərdən biri Amerika Birləşmiş Ştatlarında 8 avqustda demək sülh müqaviləsinin Xarici İşlər Nazirləri səviyyəsində paraflanması və üç dövlətin bircə demək bəyanat imzalaması və Cənubi Qafqaza sülhün gətirilməsi, qonşularla münasibətlərin inkişaf etdirilməsi. Məsələn, biz son günlərdə şahid oluruq ki, məsələn artıq Azərbaycandan Ermənistana yüklər daşınır. Yəni Azərbaycan bütün dünyaya sübut eləmək istəyir və yəni sübut eləmək deyəndə məqsəd bundan ibarət ki, Azərbaycan bütün qonşularla,
bütün dünya dövlətləri ilə sülh şəraitində yaşamaq istəyən bir dövlətdir. Bu gün Ermənistanla Azərbaycan arasında keçmiş nə qədər böyük münaqişələr mövcud olsa da, həmin o dövlət tərəfindən, həmin o separatçı qüvvələr tərəfindən Azərbaycan xalqının başına nə qədər böyük müsibətlər gətirilməsinə baxmayaraq, Azərbaycanın siyasəti qonşularla sülh siyasətidir. Bəs ilk addımları da elə Azərbaycan atır, yollar açılır. Azərbaycan bütün istiqamətlərdə inkişaf eləyir. Bütün dünyada biz keçən 25-ci ildə Azərbaycanın bütün dünyada belə deyək də nüfuzunun xeyli artdığının şahidi olduq. Və cənab prezidentin qeyd etdiyi kimi biz baş verənləri unutmuruq, xatırlayırıq hər zaman. Amma dostluq əlində ilk olaraq biz uzadırıq, sülh əlini biz uzadırıq. Hansı ki biz bu istiqamətdə sülh müqaviləsinin müəllifiyik. Yəni hər nə baş veribsə, nəticə etibarilə Cənubi Qafqazda sülhün təminatçısı hər zaman Azərbaycan olubdur. Və elə bunu cənab prezident keçirilən mətbuat konfranslarında beynəlxalq yerli media nümayəndələrinə verdiyi müsahibələrdə qeyd edibdir. Elə bunlara Şuşa Media Forumunu xüsusi nümunə çəkmək olar ki, hansı ki bizim Qarabağ istiqamətindəki konturlarımızı istər beynəlxalq təşkilatlara, istər bizim dostlarımıza, istərsə də ki bizi istəməyənlərə həmin konturları bildiribdir artıq. İstərdim elə həmin media forumlar barədə danışaq, Hüseyn müəllim. Qeyd etdiyim kimi bir vaxtlar dünyada səsi eşidilməyən Azərbaycan artıq bu günləri dünya ölkələri tərəfindən artıq sevilə-sevilə tanınan bir ölkəyə çevrilibdir. Bu da Ulu Öndərin vaxtı ilə həmin o qurultayda, Dünya Azərbaycanlılarının birinci qurultayında dediyi bir sözlə çox uyğun gəlir. Vaxt olacaq, Azərbaycan dünyaya bir günəş kimi doğacaq. Bugün ölkə başçısı möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müxtəlif çox şaxəli islahatlar bunu artıq deməyə imkan verir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı bütün sahələrdə artıq təmin olunmağa başlayıb və qonşularla yaxın münasibətlər, ümumiyyətlə xarici əlaqələrdə əsas diqqət ona yönəlir ki, balanslaşdırılmış siyasət aparılsın, dost, qardaş bir ölkəyə çevrilək hər birisi ilə. Hələ bu Ulu Öndərin də vaxtında 90-cı illərdə prezident seçiləndən sonra ilk səfərlərindən birini İran İslam Respublikasına etməsi bir çox mətləblərdən xəbər verirdi ki, yaxın qonşularla olan münasibətlərin möhkəmləndirilməsi. İndi hal-hazırda ölkə başçısı tərəfindən bu siyasət uğurla davam etdirilir. İran İslam Respublikası ilə yanaşı Gürcüstanla olan münasibətlərimiz, Belarusiya ilə olan münasibətlərimiz, yaxud Orta Asiya Respublikaları ilə olan sıx əlaqələrimiz gələcəyə çox xoş ümidlər verir və bir də bu ilin ən böyük o tarixi hadisələrindən mən də onu hesab edirəm ki, avqust ayında Amerika Birləşmiş Ştatlarında Trumpın demək təşkilatçılığı ilə keçirilən görüşlər artıq sülhün təmin olunmasına belə deyək ki, böyük ümidlər yaradıbdır və ümid eləyirik ki, güman eləyirik ki, bu tamamilə yaxın vaxtlarda öz həllini tapacaq. Bizə Zəngəzur dəhlizinin açılması, logistik imkanların genişlənməsi, illərlə blokadada yaşayan Naxçıvan üçün hava su kimi lazımdır. Nəhayət Naxçıvan bu blokadadan çıxmalı, nəhayət dünyaya inteqrasiya olunmalı bir vaxtdır. Zəngəzur dəhlizi boyunca aparılan işlər bu ümidi yaradır. Açıq etiraf eləyək ki, hələ bu gün də Naxçıvandan kənara çıxışlarda bir sıra məhdudiyyətlər var, bir sıra çətinliklər var və bu yeni ilin son günündə bir arzum olar ki, kaş gələn il Naxçıvan əhalisi Zəngəzur dəhlizi ilə dünyaya çıxa bilərdi. Həmin Zəngəzur dəhlizinin işə düşməsi nəinki təkcə bizə, elə həm Ermənistanın özünə, bütün türk dünyasının qovuşmasında çox böyük imkanlar aça bilərdi. Təbii ki. Və biz elə danışırıq dünya Azərbaycanlılarından, bizim diasporlardan qeyd edəcəyik, hansı ki, dünya Azərbaycanlılarının bütün ölkələrdə səsinin bir olması üçün diaspor cəmiyyətləri xüsusi rol oynayır və elə bizim xaricdə yaşayan Azərbaycanlılar 2025 Azərbaycanda nə baş verdiyini necə xatırlayır, izləyək onları, davam edəcəyik.
Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan Azərbaycanlılar öz ölkələrinin vətəndaşı kimi istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən Azərbaycanlıları bizim milli mənsubiyyətimizdir, bizim tarixi köklərimizdir, bizim milli mənəvi dəyərlərimizdir. Bildiyimiz kimi 2020-ci ildə Azərbaycanın Vətən müharibəsini əldə etdiyi şanlı qələbədən sonra və 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatından sonra, suverenliyimizin tam bərpa edilməsindən sonra Azərbaycan artıq xarici siyasətdə, beynəlxalq aləmdə həqiqətən də söz sahibi olan ölkələrdən biri hesab edilir. Və son illər və 2025-ci ildə də Azərbaycan mürəkkəb qlobal şəraitdə müstəqil, balanslaşdırılmış və praqmatik xarici siyasət kursunu uğurla davam etdirməkdədir. Bu siyasət milli maraqların qorunmasına, beynəlxalq nüfuzun artmasına və konstruktiv dialoqun genişlənməsinə xidmət edir. Bundan əlavə, biz hamımız bildiyi kimi 2025-ci ildə yadda qalan hadisələrdən biri də 8 avqust tarixində Vaşinqtonda keçirilmiş zirvə görüşündə sülh sazişinin layihəsinin paraflanması olubdur. Və düşünürəm ki, Azərbaycan və Ermənistan arasında atılmış bu addım regionda qalıcı sülhün əldə edilməsinə dəstək olmuş olacaqdır və özümüzə gələn illərdə artıq iki ölkə arasında qalıcı sülh əldə ediləcəkdir. Xarici olan Azərbaycanlı olaraq da biz hər zaman dövlətimizin həyata keçirdiyi siyasətdə dəstək olmaqdayıq və dünyanın istənilən ölkəsi dörd bir tərəfini yaşayan Azərbaycanlı olaraq biz hər zaman öz dövlətimizin yanındayıq. Biz izlədik Azad müəllim, Hüseyn müəllim, hansı ki onların da xoş fikirləri vardı. Azad müəllim, diaspor cəmiyyətlərinin fəaliyyəti xüsusilə önəmlidir. Çünki hər bir ölkəni xaricdə təmsil edən onlardılar. Və bizim güzgümüzdür sanki. Bəli. Azərbaycanı necə təmsil edəcəklərini, nələr etməli olduqlarını bilməlidir. Bu barədə istərdim fikirlərinizi alaq. Təbii ki, Nizat müəllim, demək artıq Azərbaycanın diaspor cəmiyyətləri kör təbii şəkildə fəaliyyət göstərmir. Bütün dünyada hansı dövlətdə varsa, o birbaşa Azərbaycanla koordinasiyalı şəkildə Azərbaycan həqiqətlərini, Azərbaycan istəklərini, Azərbaycan reallıqlarını dünya və dünya ictimaiyyətinə çatdırmaqla məşğuldur. Və bu da xüsusilə çox önəmlidir, çox əhəmiyyət daşıyır. Çünki bizim səsimizi bəzən mediadan çox adi sosial şəbəkələrdə yayılması dövlətimiz üçün çox əhəmiyyətlidir, xalqımız üçün çox əhəmiyyətlidir. Məsələn, 44 günlük müharibə müddətində diaspor təşkilatlarının bütün Azərbaycanlıların fəaliyyəti elə Azərbaycanda yaşayan Azərbaycanlıların fəaliyyətindən bəlkə də üstündür. Biz bugün əgər birlikdə xalqın, ordunun, dövlətin yanındaydıqsa, onların da əllərində olan bütün imkanlardan, sosial şəbəkələrdən istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırırdılar. Və bu minvalla artıq 2025-ci ildə də biz elə düşünürük ki, Azərbaycan diasporası çox böyük uğurlu addımlar atmışdı. Azərbaycanın tanınılması istiqamətində çox böyük, önəmli işlər görmüşlər və gələcəkdə də təbii ki, bu bizim Azərbaycan dövləti ilə koordinasiyalı şəkildə daha da uğurla inkişaf etdiriləcək. Bu bizim həm dövlətimizin, həm xalqımızın inkişafı, ümumiyyətlə regionun inkişafı üçün çox əhəmiyyətli olacaq. Son olaraq 2026-dan Hüseyn gözləntilər nədir? Baş verən 2025-ci ili danışdıq, prosesləri 26-dan gözləntilər nədir? Yeni ildə, yaxında, uzaqda yaşayan bütün dünya Azərbaycanlılarını, xüsusən Arazın o tayında yaşayan soydaşlarımızı yeni il və dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə ürəkdən təbrik edirəm. Onların hər birinə can sağlığı arzulayıram. Bayramınız mübarək deyirəm. Təşəkkür edirəm. Çox sağ olun. Mən də maraqlı müzakirə üçün, iştirakınız üçün təşəkkür edirəm. Minnətdaram. Çox sağ olun. Sonda, hörmətli tamaşaçılar, qeyd etmək lazımdır ki, bizim milli birliyimiz, bərabərliyimiz hər zaman möhkəm olmalıdır və bu möhkəmlik bizə dövlətimizin qüdrətini, bayrağımızın səmalarda sonsuz dalğalanmasını təmin edəcək. Və hər bir azərbaycanlı yaşadığı yerdən, mövcud olduğu yerdən asılı olmayaraq o üstürənçli bayrağın kölgəsini hər zaman öz üzərində hiss etməlidir. Və bu hiss olduqca hər zaman Azərbaycançılığımız, birliyimiz, bərabərliyimiz daim olacaq. Və mən də hər birinizi yeni il münasibətilə və eyni zamanda
Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə hər birinizi təbrik edirəm. Növbəti il hər birinizə uğur gətirsin. Sağ olun, növbəti efir vaxtında görüşmək ümidi ilə.